Karaburgalı kəndində var ki, ayda bir dəfə, 2 dəfə patlayır. Kürdəmirdə magistral su xəttində baş verən qəza nəticəsində rayon mərkəzi və 6 kəndli içməli su təchizatı dayandırılıb. Hadisə Küllülü Kürdəmir magistral su xəttinin 32-ci kilometrliyində rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb. Məlumata görə diametri 55 mm olan borunun partlaması qəzanın baş verməsinə səbəb olub. Əraziyə dərhal aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Hazırda qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Borunun partlaması nəticəsində ətraf ərazilərdə xüsusilə yanı sahələrdə su basma halları qeydə alınıb. Bu da sakinlər üçün əlavə çətinliklər yaradıb. Marda ne var? Başlayıb? Evet, saat 5 idi. Oradan keçən taksi şoförü Zahid. O çağırdı ki, ben durma taksi pisi şoförü. Çıxdım baxım gördüm, ev, həyət, hamısı suyun içindədir. Sonra da o pisi yolunda qədərlədim, qabağalanmadı o. Sonra zəng verdim 102'ye zəng edəndən sonra ondan sonra da icra hakimiyyətinə zəng verdim. Oradan da sonra sağlıqsa saat 8'de de su idarəçisi gəldi. Gəldilər, baxdılar, su bağladılar daldan ondan sonra hələ də su atır həyətimdən. Ne kadar ziyan dəyib o verilsin? Əsasən nəyə ziyan dəyib? Evə dəyib, ağaçlarıma dəyib, canı sahələri bütün basmışdı. Nə köməlik biləm, bunun 3-cü dəfədir. Bizim evin böyründə partlayıb. Bunlar yəni şey qıran yoxdur, bu kimi o. Keçən dəfədə deyildi ki, bu şu köyündən bir partlayıb. Karaburgalı kəndində var ki, ayda bir dəfə, 2 dəfə patlayır. Çox ziyanlı çəkisi. Bəli, bəli. Karaburgalı kəndində kəndlərdən idi. Kəndin hamısına dəyəcəyəm. Həmin bizdən axan su gedib kəndin hamısına gedir çıxıb. Çoğlasını basan var, var tövləsini basan var su, çoğlasını su basan var, hamısı gəlmişsiniz. Müraciət eləmişsiniz bununla bağlı? Kimlə müraciət edilir? Bu hakimiyyətlərə digər oldu. Keçən dəfə bir gün heç köməklik eləmədilər, heç eləmədilər. Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəis müavini Rəfail Hacıyev baş verən qəza ilə bağlı Kanal 21-ə açıqlama verib. Kürdəmir Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəis müavini Rəfail Hacıyev. Rəfail müəllim, xahiş edirəm bu hadisə ilə bağlı məlumat verin. Nə vaxt? Hadisə 27 Mart səhər radələrində, səhər 5-6 radələrində baş vermişdir. Hadisə ilə bağlı idarəyə məlumat daxil olan kimi İdarəmizin canlı qüvvəsi və texnikası dərhal qəza yerinə gəlmişdilər. Hal-hazırda gördüyünüz kimi qəza ilə əlaqədar işlərimiz davam edir. Hadisəmiz Ağsu Bəhrəmtəpə magistral yolunun 32-ci kilometrliyində baş verir. Küllülü Kürdəmir diametri 500 mm olan istisməli su xəttində baş vermişdir. Hadisəmiz Sonra aradan qaldırması istiqamətində nə deyirlər? aradan qaldırılması idarəmizin canlı qüvvəsi və texnikası, yəni tam qüvvəsi ilə çalışır. Qeyd edək ki, Küllülü Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və ümumilikdə 21 minə yaxın sakinin içməli su ilə təminatında mühüm rol oynayır. Zəhra Kələndərova, Dəyanət Kərimov, Kürdəmir, Kanal 21.